Xaçmaz rayonunun Nabran qəsəbəsi yaxınlığında dənizdə batan 17 yaşlı qızın meyidi tapılıb. İyulun 21-i saat 19 radələrində Seyidli kəndinin ərazisində dənizdə boğulmuş Arzu Xalidovanın meyidi iyulun 22-si sudan çıxarılıb. Ölüm faktı ilə bağlı araşdırma aparılır. Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. İyulun 23-ü saat 12 radələrində 1980-ci il təvəllüdlü şəhər sakini Sadiq Əbülfətoğlu Hümbətov yaşadığı evdə diz nahiyəsinə antibiotik iynəsi vurub. O, iynənin təsirindən dünyasını dəyişib. Faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi vəfat edib. Dünyasını dəyişən ali təhsil müəssisəsinin 2-ci kurs tələbəsi Fərid Şirinovdur. Onun uzun sürən xəstəlikdən həyatını itirdiyi bildirilib.